Salam yoldaşlar, hər birinizi salamlayıram. Bugünkü mövzumuzda deməli statik pod haqqında node name, lifecycle management, protect class, client strateji haqqında və sidecar konteyner haqqında danışacağam. Çox uzatmadan başlayaq. Statik pod anlayışı yoldaşlar, Kubernetes üzərində silinməsi sistemdə problem olan, periodda üstün və lazımlı olan podları statik pod şəklində edirik ki, hər hansı bir şəkildə silinsə belə dərhal yenidən yaranır. Deməli, bu statik pod faylını yaratmaq üçün biz etc Kubernetes manifest faylının altında istənilən bir pod faylı yaradaraq podun yarandığını görə bilərik. Çox uzatmadan başlayaq yoldaşlar. Bir praktik göstəreyim. Misal bir dənə pod manifest faylı yaratsam. Kubernetes run P1 yaratsam. Notların da içine girip yaratabilirim. Yani lazım değil şeyin üzerinde yaratam. Həmin pod manifestin kopyalamaq istəyirəm, amma şey yarada da bilər əslində. Deməli, hazır Kubernetes-ə gəlsəm buradan. Burada biz bir dənə yaradaq. Snare run P1 3 meets bərabərdir nginx. Okay. 3 deray run bərabərdir client. Stereo yamul bir nöqtə yamul yazsam, kat eləsəm, bir nöqtə yamul kopyalasam. Bunu master da yarada bilərəm. Master da yaratma məsləhət görülmüş. Seçili bir nodun da üzərində yarada bilərəm. Masterın üzərində yarada bilərəm. Masterın üzərində yaradaq test edək. Deməli mən bunu sudo yazsam, sudodan roota keçeyim. Okay. Buradan copying eləyək bunu. Bir nöqtə yamul. Hara copying eləyək? Slash. Hal-hazırda mən masterın üstündəyəm. Normalda masterın üzərində eləmək olmaz, amma yenə də Kubernetes manifest faylını açsam. Gəlsəm, cl get pod yazsam, P1 adında yeni bir podun yarandığını görərəm. P1 adında görürəm ki, yeni bir pod yarandı. Master 1 üzərində yarandı. Konkret master 1 TGD əlavə olunub ki, bu master 1 üzərində yaranır. Bunu silsəm belə, delete pod get pod yenidən yazsam. Pending deyil, gözləyir, yenidən yaranacaq. Okay, running vəziyyət tezdən gəlir. Yəni bu statik kontekstlərlə istifadə edilən o zaman bu statik podları istifadə edilmək, yəni lazımlı bir şeydirsə, Kubernetes manifest faylının içində yaratmaq artıq pod silinsə belə orada daimi qalır. Silinsə belə dərhal yaranır. Nəsə ondan sonra bugün sadə mövzulardır. Node name haqqında danışaq. Node name nədir yoldaşlar? Podun hansı name node üzərində qalxacağını təyin edirik. Manifest fayl strukturuna da baxanda görürük ki, sadə bir pod manifestidir. Sadəcə konteyner üzərində hansı nodda qalxacağı təyin edirik və onun üzərində qalxır. Gəl bunu da eləyək. Gəlsəm mən vim bir nöqtə yamulumuzu elə içinə girsəm. Buradan konteyner hissəsindən keçsəm. Node name və node 1 üzərində qalxmasını istəsəm bunu. Bunun adını dəyişək. Bunun adını dəyişək, nə qoyaq? Test podu qoyaq. Stil create tref bir nöqtə yamul. Stil get pod yazsam. Okay. İndi testin yarandığını görürəm. Stil get pod o white yazsam. Görəlim ki, bu node 1 üzərində yanır. Yəni statik bir node üzərində hər hansı bir podu qaldırmaq istəyirsə, və deployment fərqi yoxdur. Gəlib node name yazaraq onu konkret node üzərindən qaldıra bilərsiniz. Protect class deməli lazım mövzulardan biridir yoldaşlar. İmtahan suallarının da düşür. Protect class odur ki, adından bəli oluşmayıb protein təyin edir cluster üzərində. Yəni bu periodda aid olan klasslar noda hər hansı bir yükləmə oldu və ya RAM çökdü, çoxaldı və s. problem olsa, hər hansı bir resurs öldürmək lazım olsa,
bu periyodik klassa baxıb o podları öldürür. Yəni əsaslı podlar burada qalır ki, buradan podların qalması ona görə yaxşıdır ki, hansı əsaslı podlarımızı təyin edirik və onun üzərində yaradırıq. Periyodik klass yaratmaq üçün biz manifest faylından da istifadə edə bilərik. Hazırını götürüb Kubernetes-dan yeni üzərində yarada bilərik. İlk olaraq command line üzərindən göstəreyim. Misal Kubernetes-də periyodik klasslara baxmaq üçün kubectl get periyodik klass yazsam, sözlə yazarım, bir belə yazsam kifayətdir. Bu default gələn periyodik klasslardır yoldaşlar. Və isə bir də bunu deyim ki, periyodik klass da label'a aid olan bir şey deyil. Yəni hər hansı bir şey üzərində yaranmır da. Gəlsəm misal görürüz ki, label demədiyim şey yadımdan çıxdı, söz yadımdan çıxdı. Namespace-ə aid olan bir şey deyil. Yəni ki, yəni ümumi aiddir. Biz xüsusi bir namespace üzərindən bir periyodik klass yarada bilmirik. Okay. Gəlsə yaratmaq üçün kubectl create periyodik klass, misal test adında bir periyodik klass yarada. Directory valuesuna values yaratsam, misalını yaratsam, misal 1000 adında 10.000 yəni periyodik klass yaratıram. Kubectl get periyodik klass yazsam, görürəm ki, bu test adında bir dənə periyodik klass var. Gəlsəm kubectl elə həmin pod üzərindən yenə gəlsəm 1001 YAML üzərinə gəlsəm və periyodik klassı buradan spec'in altından bu şey üzərindən də yaza bilərəm. Gəlməyək, orada dəyişik lazım. Bəzi dəyişkənləri də sizə göstəreyim. Kubernetes-ə gəldik buradan. Deməli G'yi burada bizə konkret value global default'un false və true eləyə bilərik, dəyişir bunu da. Ondan sonra burada bizim pod üzərindən baxsam, sadəcə buradan prioritet class name'i götürürəm buradan. Və gəlib spec'in altına buraya yapışdırıram və deyirəm ki, test adında priority class'dan istifadə et. Okay. Və şimdi bu spec'in altına belə niyə düşdü bu? Okay. Gəlsəm alım bir dənə. Reveal desəm kubectl replace territory force deriv bir nöqtə YAML silinsin yenisini yaratsın. Okay. Kubectl get pod yazsam test podunun creating olduğunu görürəm və kubectl edit test yazsam pod test. Okay. Gəlsəm buradan periodic classına baxsam, deməli periodic class name görürəm ki, test periodic classında və value dəyərində burada görürəm konkret olaraq. Okay. Ondan sonra davam edək yoldaşlar. Burada mövzu üzərindən. Periodic class manifest faylı buradadır. Yenə də hazır şey üzərinə götürə bilərsiniz. Konkret şey də üzərinə götürə bilərsiniz. Kubectl komandası ilə də icra edə bilərsiniz. Manifest faylı üzərində yarada bilərsiniz. Ondan sonra davam edək. Kubernetes strategiyasından danışaq. Strategiyaya baxanda yoldaşlar, bu əslində keçirən mövzudur. Bizdə əsas temalardan rolling update var, ya da strategiya var. Gəlsəm buradan baxsam, buradan rolling update olunanda ən çox istifadə olunan metoddur. Köhnə podlar bir-bir. Belə deyək, ən çox istifadə edilən nəyə görə metoddur? Biz Kubernetes zero downtime deyirik ki, hər hansı bir podların dərhal dayanması, bir podun belə dayanması artıq zero downtime olmur orada. Problem yaradır. Onun üçün rolling update-dən istifadə edirik. Yeni yaranan podlar və sevilən podlarda ardıcıl olur. Biri ölür, yenisi yaranır. Biri deməli yaranır, bitir, tam işləyə vəziyyətə gəlir, sonra biri ölür. Bu məntiqlə işləyir ki, bizlərə downtime olmasın. Reset olunursa dərhal hamısı sönür və dərhal yenidən yanır. Çox istifadə olunan, demək olar ki, istifadə olunan metoddur. Ondan sonra ya bu teoremlərdən çox şeylərin imtahanında düşmür. Həm də defaultda nə gəlirsə onun üzərində işləyirsən. Və default burada 25% olur. 25% statında podlar qalxır və ölür.
Yəni misal belə deyim ki, 10 dənə podun varsa, 10 dənə pod demək, 4 dənə podun varsa, biri bir baş verir. Biri deməli, misal 4 dənə qalxacaqsa, yenisini qaldırırsınsa, və nəsə bir dəyişiklik edirsənsə, onun biri tam qalxır, bitir, ondan sonra o birisi misal şey ölür. Bu update zamanı olur, deploymentlərdə və s. Ondan sonra Nefsekolog var yoldaşlar. Bu çox lazımlı mövzudur. Gəlin bunun haqqında danışaq. Biz Epic Pen'i yaratsam buradan. Biz Kubernet'te Zero Downtime üzərindən istifadə olduğu üçün istifadə edilir. Əslində Kubernet'te tam Zero Downtime deyil. Zero Downtime eləmək lazımdır. Bəzi konfigurasiya eləmək lazımdır. Bu həmişə istifadə olunmur. Xüsusi bank ödənişləri və lazım olan mühitlərdə bu Lev Sekologdan istifadə olunur. Gələk indi danışaq bundan. Deməli. Buradan bir dənə. Mesela bu bizim clusterımızda yoldaşlar. Bizim burada podlar var. Tamam. Bunun qabağında bir dənə servis var. Okay. İndi burada belə bir proses olur ki, bu normal bir şeydə deməyək. Misal bank ödənişləri, köçürmələr zamanı olan proses götürək. Oldu ki, yükləmə çoxalıb, bu podlar qalxıb, misal belə deyək ki, horizontal patada scalingdə misal gətirsək, çoxlu pod qalxıb, indi ölmə zamanında. Amma indi bu ölmə zamanında statusa baxsu, artıq çoxlu pod var. Bu ölməlidir də, çünki o qədər yükləmə yoxdur. Və indi bu ödənişlərdən, bu podlardan birində ödəniş gedir. Misal burada. Bu ödəniş gedəndə oldu ki, bu pod dayansa, öldürsək Kubernetes deyəcək, axır heç ehtiyac yoxdur. Nəticədə burada əlaqə qırılacaq, problem yaranacaq da. Yəni Temboldə ödəniş üsulunda. O zaman ümumi artıq nə zero downtime qalır, nə bir şey qalır. Kubernetes heç bir əhəmiyyəti olmur ki, əsas xüsusi mövzulardan biri bank köçürmələri zamanı, əməliyyatlar zamanı zero downtime, ümumiyyətlə downtime baş verməməsidir. Belə deyək ki, bunu edir yoldaşlar. Biz buradan göstərsəm elə komand üzərindən. Burada biz deyirik ki, bir stop dənə komandası qoyuruq ki, burada. Bir startdan işimiz var, stopdan işimiz var. Bir stop işini deyirəm ki, burada bir komand yazıram. Deyirəm ki, bunu yoxla. Əgər bu komand işləyirsə, hələ bir davam edirsə, sən bunu öldürmə. Yəni gəlib bu Kubernetes bunu öldürmək istəyəndə görəcək bu komand hələ işləyir, hələ bitməyib bu komand. Nəticədə nə olacaq? Bunu dərhal bitirəməyəcək və gözləyəcək. Və ona gələn sorğularda bu pristopu qoşanda biz və buna gələn artıq belə deyim ki, artıq başqa sorğu gəlməyəcək. Ancaq həmin sorğu üzərindən davam edəcək. Yeni bir sorğu gəlməyəcək. Onun üzərindən qıraqdan belə deyək, konkret bir başqa sorğu gəlməyəcək. Ancaq sırf bu sorğu bitməsini gözləniləcək. Və bu sorğu bitdikdən sonra bu komandı yoxlayacaq da. Məsələn, ola bilər curl ata bilər ki, proses burada işləyir, işləmir və s. də əlaqələri yoxdur. Müəyyən müddət sonra bu konteynerdə öldürəcək. Amma necə bir də onu yenə deyən təkrarlayım. Əsas yəni tutma cəhətdən buradadır ki, bu artıq bu konteynerləri öldürüb düzdür. Növbə bundadır da. Bunu öldürməlidir. Bir dənə geri atsam, tam bir dənə. Okay. Yəni artıq indi buradan bu podları öldürmüşük biz. Yerdə qalan bu poddur. Bu pod da ölməlidir. Yeni başqa bir image update gəlir və s. də. Amma bu ödəniş zamanıdır və ya horizontal pod auto scalingdir. İndi bu podu biz konfigurasiyası gəlib prestop qoyanda gəlib silinməndə silinmək istəyirdi. Okay. Bu həmin zaman artıq servisdən buna gələn başqa bir pod və ya başqa bir session varsa bu qırılır. Başqa session götürmür. Və bu sessionin bitməsini gözləyir. Və bu session bitməsi üçün necə yoxlayır? Prestopu baxır ki, orada prestop qoşursan, bu komand tam icra olunub bitəndən sonra atıb görür ki, bu komand prestop vasitəsilə bir burada indi script nə yazır? Bu test üçün yazılır. Sizə uyğun bir komand yaza bilərsiniz. Artıq bu tamam bu session qırılıb, bitib. Ondan sonra gəlib bu kodu
öldürür. Əslində Kubernetdə zero downtime bu da yoldaşdır. Bu pre-start, pre-stop məsələsi var. Əsas bu mövzudur. Lifecycle istəyirsə, hər hansı bir xüsusi bir hissə varsa, əsasən də bu köçürmələr zamanı çox istifadə olunur. Bu pre-start, pre-stopdan istifadə edirik ki, artıq hər hansı bir seçkin qırılmasın. Okey, gəl bunu da üzərindən göstərsəm. Misal göstəreyim. Deployment də üzərindən həsini deyə bilərdik, amma gəl şey üzərindən deyək. Misal vim yazıram, 2 nöqtə yaml. Gələ biraz silərdim. Yapışdıraq. Adı nədir? Lifecycle pod. Okey, sil. Create direct. 2 nöqtə yaml. Sil get pod. Okey. Düzdür, Lifecycle podun bir dənə yarandığını görək. Running oldu yoldaşlar. Və indi gəlsəm mən bunu bu podu silmək istəsəm. Sil. Delete. Pod. Adını elə yazsaq. Bu da elə full da yaza bilər əslində. Retro all yazaq. Getbot yazsam. Hələ terminating olacaq gözləyir. Niyə terminating olacaq yol gözləyir yoldaşlar? Bax, bu 10 saniyə bitsin o komand icra olunmalı. Bizə verdiyi komand nə idi burada? Bu terminating olunmaz zaman 10 saniyə bu komandın icra olmasını gözləyir, bitir. Ondan sonra bu kolu söndürür. Bilsəm baxsam artıq gördüm ki, bu kod terminating oldu. Niyə belə olur? Çünki bizim təyin etdiyimiz orada prestop komandası icra olunur. O tam bitdikdən sonra kodu artıq down eləyir. Olum bitməmiş kodu silənmir. Okey. Bu da bizə lazım mövzulardan biridir. Ondan sonra gəldik. Sidecar konteynerlər. Bu da imtahana düşən mövzudur. Əslində multi konteyner mövzusunda gərək izah edərdim. Amma indi izah eləsəm daha yaxşıdır ki, artıq multi konteynerlərlə işləyə bilirik. Sidecar konteynerlər odur ki, yoldaşlar. Multi konteyner məntiqi ilə sırf multi konteyner fokusuna getmirik. Məntiq etibarı budur ki, bizim bir əsas konteynerimiz olur. Bir də ona köməkçi konteyner olur. Yəni ola bilər ki, buradan loqları götürüb başqa bir servisə atan, Zabbix-ə atan və Prometheus Grafana ya LKS-lərdə atan bir ikinci bir köməkçi konteynerdən istifadə oluna bilər. Və bu zaman sidecar konteyner istifadə olunur. Və buradan da baxsam, görürəm ki, burada misal 2 dənə konteyner və Nginx var. Bir də burada nə var? Sidecar konteynerdə və Aspect Image'dən istifadə olunur. Eyni volümdən istifadə edirlər. Məsələn, notepad-dan istifadə edirlər və götürürlər. Sadəcə bu konteynerin bir dənə məntiqini başa düşsək ki, əsas etibarı ondan ibarətdir ki, köməkçi funksiyalar daşıyır. Əsas konteynerdə lazım olan prosesləri və əsas konteyneri yükləməmək üçün funksiyalı bundan götürür. Ola bilər log götürülüb, başqa yerə ötürülməyi və s. çox istifadə oluna bilər. Nəzəri isə qısa tutmaq istədim ki, çox uzun olmasın. 18 dəqiqədir yoldaşlar. Gəl şimdi execute ol tastlarda işləyək. Videonu bitirək. Gəlsək buradan işte bu üründə imtahan sorularından heç olmasa 3'ü buradan işləyəcək. 3 və 2 dənə task işləyəcək azından. Bir periyodik klasımdır, bir sidecar'dır. Elə 2 dənə. Bundan sonraki dərslərdə də bizim əsas hansı mövzularımız qalıb? Bir security bu qalıb, networking qalıb, bir də cluster update qalıb. Bir də bəzi mövzular qalıb, daimon set yat. Onlar bir də Helm qalıb. Daima setdən elə Helmi sonda keçərik. Cluster upgrade-lərində də tam full mövzuları bitirərik. Gələk buradan Kubernetes-ə girək. Əvvəllər cluster update düşürdü. Aynı düşmədi yine ən sonuncu mövzu yapacağım ki tam şey olsun. Deməli gəlsək buradan kod eləsəm. Buranı təmizləsək. Git. Cloning eləyək. LSD DevOps Kubernetes 11 idi, 11 chmod x 11 test.yaml test.sh test.sh Belə işləyirəm ki, çünki imtahanda belə mühit olur. Solda suallarda, sağda execute taslarımızı yazırım.
Hələ vərdiş üçün belə keçmirəm də. Deməli, Azərbaycan dilini və ingilis dilini götürək buradan. Deyir ki, create static body name yarat. Static basit bir imajdan istifadə etsən. Let's olsun image, okay. Sleep 360 komanddan istifadə olunsun. Container yani olsun manifest faylından it's query manifest static post YAML faylını qeyd elə. Deməli, gəlirəm buradan yoldaşlar, nə edirəm? Sonra elə manifest faylımızı yaradaq. İstəyək run. Bu adda bir dənə konteyner olsun. Dire image bərabərdir. Yapıştıra buradan dire dry run bərabərdir. Client o YAML. Yaddaşa da necə verək bunu? Bunu birbaşa veremeyeceğim çünkü mən master'ın üzərindəyəm və root üzərindən istədiyim üçün onun üzərində yarada bilməyəcək. Okey. Ondan sonra da mən bu YAML-ı sudo'ya keçsəm, sudo ilə aratsam, deməli bunu atacağım /etc kubernetes manifest failinin içine. Okay, getpod yazsam bizden static ve CBX master bir üzerinde yaradığını görüyorum. Bizden creating olsun gözleyeyim. Completed running. Ancaq belə qalacaq. Niyə bir dənə mən nəyi səhv etdim ki burada statics let's hər hansı proses yazmadığım şey oldu. Bizden sadece yaraması mı istedi yoksa gözde get bot işte bakayım içeriye nedir burada yapmışlar. Gelsen sudo su yazsam. Ha benden komut da yaramamı istedi. Onu şundan sonra. Burada ne istedi yoldaşlar? Biz client'tan sonra belə yazmalıydık ki. YAML'dan sonra ben buradan retre retre slip ne kadar istedi? 3600 istedi. Okey. Yazılır. Ondan sonra da götüreyim bu konteynere atakara. İlk olarak sudo su açacağım. Okey. rm-rf eləyək. Static image götürək. etc kubernetes manifest failinin içine ataq. İlk podu yeniden yaradaq. Yəni dəyişiklik olduğunu istəyirsən pod. Deyir reload. Əslində birbaşa var. Deyil. Get pod yazsam baxsan. Deyil. Exit. Deyil get pod yazsam yoldaşlar. Get pod. Niye lag etdi? Neyi harattım ki ben? Sevgi aracılığı biz eksi kubernetes manifest sildim ki erim herif yazmış hemen. Üzürü sağ mən fikrim hardadır, mənim maraqlıdır. Manifest bunu bir də Snapchat'dan qaytarım. Qeydlərim davam edeyim. Snapchat'dan geri qayıtdım yoldaşlar, yox gələ. Bunu production mühitində əldə eləməsin və ya bir imtahan mühitində eləsən. İmtahan mühiti cəhənnəmi, yenə bir kritika var. Production mühitində ya da bir iş mühitində belə edirsən, heç nə.
Sonra gelip deyirsən ki, senin kopyayla səhv saldım. Heç nə deyirlər, Allah köməyin olsun. Bəlkə ərizə yazıb çıxartsalar yaxşı. Nəysə, gəlib sürətli bunu yazayım. Kups deyil. RAM. Bizdən statik sevgisi image istifadə edir. Deyil. RAM. İngiliyək. Okey. Ondan sonra dire image beraberdir. Okey. Dire dry. Dire dry RAM beraberdir. Client. Trio YAML. Okey. Dire command. Dire sleep 3600. Okey. Bunu ne yazırıq? Bu hatta yazırıq. Okey. Yarattık. Ondan sonra gəlsəm TP RF'dən gəlib biraz ehtiyatlı olamayın. RF'də yazmışdım özdə. Deməli, copying yürüyünəyi, statik skandeksi, ara, təbii ki sudo ilə. Sudo. Okey. Yamın içinə aratıram. İçsi altında Kubernetes manifest failin içinə. Ben yazıram. Get pod yazıram. Static pod failimi yarandığını görürəm. Bir dənə gözləyək. Hələ container creating olur. Pod seriyə bir dənə. Running yoldaşlar. İstədək. Sən növbəti suala. Yaxşı ki beynim yorğun idi. Biraz asışdı. Səhvdən sonra. Bir create pod name. Yəni pod name yaradırıq bir dənə. Burada node name istəyir bizdən. Mod master 1 üzerinde yaramamızı istəyir. Verify sonra da yoxla podun create olduğunu. Sadəcə bizdən master 1 üstündə istəyirsə toleration da yazmalıyıq ki master 1 üzərində qalsın. Çünki master 1 üzərində defaultda time gəlir. Time üzərində node name də yazsan period daha üstün cəhətdən time'dır. Yəni node name də yazsan gedib onun üzərində qalxmayacaq. Desəm yoxlayaq görə qalxıb qalxmır. Deməli kups deyil. Bizdən bir pod name istəyir. Ecostil run web app image beraberdir nginx let's okay steer okay dry run beraberdir client trio yaml geçen solda 2 nokta yaml yazıram. Okey yazdı buradan. Gəlsəm deyim 2 nöqtə yaml içinə girsəm. Buradan mən də maraqlı gəlir. Görə elində eləsə necə olacaq. Containers səsindən altda burada. Suspect mi altı indi. Burada bir dənə nə yazır yoldaşlar. Burada not name yazıram. Master 1 Kustil Create 2 nokta yaml. Kustiye git pod yazsam. Hatta node name yaradı. Onu da belə deyib master'dən də yarada bilmiş. Demək static node name verəndə bizdə time'da baxmır. Bunu. Bir dənə watch eləyə bax elə. Şöyle qalxacaq mı yoxsa elə creatingdə qalacaq? İmage işləməyib, image'də işlədiyinə biraz vaxt çəkir. Running oldu. Ben bunu bilmirdim şahsen. Bu da bir tecrübe oldu. Yani testing eləmiş. Normalde ben bildim toleration time'ın priority daha üstündür ki. Ancaq toleration verdikcə orada qalxa bilər. Static node name verəndə qalxa bilməz orada. Amma əslində static node name verdikdə toleration'a baxmadan istənilən şey üzərində qalxa bilir. Maraqlı təcrübə. İstədik keçən növbəti suala. Bir create priority class yarat. Name high priority olsun. Value'si olsun 10.000. 10.000 miydi? Yoksa 100.000 miydi? 100.000 ve create olsun
Bir tane de pod name yarat. Critical P olsun adı. Ben İngilizce testine istifade ettim. Period class name'i de hypertext olsun. Copy değil. Create. Period class. Okay. Gelirim buradan. Deməli, period class adı nə olacaq? Hypertext. Yapıştırır buradan. Create value'sunu yazıram. Value'su nə olacaq? Buradan təyin edən. Okay. Describe yazma, description yazma ehtiyac yoxdur. Ondan sonra bir dənə də pod yaradaq. Stil, run. Podun adı nə olsun? Critical app. Okay. Ondan sonra retre image beraberdir. İngilizce test. Okay. Ondan sonra Kubsi üzerinde periodic class name'imi ben yazabiliriz. Yam üzerine yazmalı. Retre dry. Dry run beraberdir. Green. Zero yamul 3 nokta yamul yazıram. Okay. Vim 3 nokta yamul yazsam. Ve buradan periodic class'ını təyin etmək için deməli spec'in altından konkret götürüp periodic class name'ini yazıram. Name'in adını yazıram. Hypertext. Yazıram. Yazıcı. Stil create div nokta yamul. Stil jetbot 3 o deməli running oldu. Gəldik bir də edit bunun içine baxsaq. Stil edit bot critical app. Gəlsəm buradan periodunu görürəm. 100 indi və hypertext üzərindən class name üzərindən yazıldığını görürəm. Okay. İstədiyək istəyən növbətçisi ola. Buradan 4-cü sualda deyir executing deployment name bir dənə nginx monitor running deyir. Monitoring namespace üzərindən deyir. Prepared sistemde olan bu cluster'da olan prepared class'lar create yeni bir prepared class name olsun critical prepared bu yüzlü work'lar üzerinde olsun. Yani elçiler user work'lar üzerinde olsun. O kişiler üzerinde set value bir set et value'su 100 aşağı olsun. En yüksek period olandan class'tan obtained Nginx monitor deployment monitor namespace'inde olsun ve critical period olduğunu yoxla. Sonunda da onun için executing deployment'in resursunu təzələ. Okay. Deməli biz buradan gəlsək baxsaq ilk olaraq copy get period class. Görürəm ki bunların işimiz yoxdur yoldaşlar. Bu 3 tane işimiz yok. Bizim işimiz bundandır. Okay. Bir dənə period class yarat. Bundan 100 byte aşağı olsun. Copy create period bir. Yani okey temeli gele buradan create period class name critical stil yapıştıra buradan retrieve value value'su olsun deyir. Value'su olacaq 49.900 value'su nedir? Belə flag yoxdur. Critical period tersine yazmışam. Period class okey. Ondan sonra gəlsək biz deployment'in içindən stil get deploy train monitoring benim ses yoktu. Okay. Gəlsəm
Bunun yamılını götürsəm. Bunun yamılını götürüb para atıram. Sol adı ilə neyini yamıl? Buna yamıl yazıram. Deyim 4 nöqtə yamıl yazıram. Bunu niyə yamılını götürmədik? Stil get deploy index monitor. Monitor. Yaxşı ki belə eləməmişəm. Görürsünüz bir dənə belə şey olanda adam sual yandıra bilər. Onu silsəm təsəvvür girsəm baxsam buna heç nə. Gərək sual şey eləyəm. Yenə də yazsam. İstəyən deyir prioritet klası bunu təyin et. Sonra spec sitəsinə gəlirəm. Spec sitəsindən insert edib prioritet klasını yazıram. Burada hazır sözü yazdım, bunu götürüm. Götür bunu. Geldik buradan yoldaşlar. Bunu götürək. Silək. Bura. Sonra bir tane boşluq var. Silək. Okey. Bizdən nə istəyirdi? Critical cluster. Create critical. Priority olsun. Okey. Yapıştırdı bunu. Okey. Ondan sonra replace force drive 4 nöqtə yamıl stil get deploy train monitor okey, gelsem yani bunu edit değilsem gelip baksam critical priority olduğumu buradan görürüm. Ya da çıxayım dostlar. İstəyirək ki, növbətçisi ola. Burada bir imtahan sualda onu da sizə deyim. Konkret elə birə-bir belə düşür imtahana. Görün neçə dəqiqə oldu. 1 saatdan tez rahat bitirə bilərik. Okay. 5-ci suala keçək. Sən buna baxsam, period neyim? Buradan təmizləyək. Deyir, exit deployment name API server running deyib, production namespace üzərində created class mövcud olan clusterda comment bir create elə niyə periodic class medium periodic olsun name'i set value'su 5000 aşağı 5000 belə olur. 5000 aşağı olsun periodic class'dan en yüksək olunan updated IP server deployment production namespace'ində medium periodic updated API server deployment'in production namespace'ində medium periodic təyin et periodic class'ın domain sonunda da deployment'in mövcud olduğu resurslara yoxla. Deməli, get periodic class en yüksəyin görürəm ki burada bunlar default, bunlarla işim yox. Bir dənə bunu götürəm. Create periodic class. Periodic class'ın adı nə olacaq? Set name medium periodic. Okey, yaradaq. Territory value'su nə qədər olsun? Buna nə qədər aşağı olacaq dedi? 580 mindir bu. Deməli 79.500. Okey, ondan sonra biz hazır ilə buradan gəlsək. Deployment istəyirəm mən. Deyil. Deyib deployment var üzrü sahib. Get deploy train production. Okey. Bir dənə manifest failin içine girək. Trio, yamul. Nə içine yazaq? Sual
5 nokta yamulun içine. Vim 5 nokta yamul. Gelse buradan spekin altından. Bunu götürsek. Gelsem yapıştırsam buraya. Okay. Kız değil. Replace strip. Tire pos. Strip. 5 nokta yamul. Okay. Still git deploy train production. Seriye bakayım birden. Okay. İşte de iki tane reverse olan. Diğeri create deployment name. WebApp olsun. 3 replika setten ibaret olan Nginx serisinden istifade etsin. Configuration pre-stop'tan lifecycle istifade etsin. Terminate periyodik 30 saniye gözlesin. Terminate olmaq üçün. Ondan sonra ne olsun. Okey. Gelsem mənəsində. Buradan ile create deploy web3 app 3 mix beraberdir nginx latest 3 replicas beraberdir 3 3 dry ram beraberdir client client 3o yamul ise 6 nokta yamul yazsam Vim 6 nokta yamul içine geçsem okey. Buradan ben spekin altına gelsem insert. Burada sadece priority burada hazır bana verip bu imtihan sol değil yıldızsa bu imtihana düşmüyor. Şeyine bakma olsun. Ben onu seçtim de. Yani Smoothshot'a da böyle bir şey tapamazsınız. Baxsınız. Əgər bizden press stop istəyir. Gəlsəm buradan yazıram. Press stop. Mən hazırda life cycle verir buradan. Bunu götürürəm. Deməli buradan resource sesini silsəm, Nginx sesinin altına gelsəm, yapıştırsam bunu. Buradan lazım olmayanları command exec. Yani press stop sesi kalsa bəsdir. Bunları da getirsəm lexicalın altına exec. Okay. Ve bizden hansı command istəyir? Deməli deyir sleep 10 olsun. Sleep 15. Okay. Sil. Create 3F 6 nokta yamul. Sil get code. Şimdi söhbət nədir yoldaşlar? Söhbət nədir? Bu hər söndürüləndə bir kod üçün 15 saniyə gözləyəcək. Gerçi botdan baxaq istəyirsiniz. Watch. 15 saniye gözləyəcək. Pauza vereyim. Video çok uzun olmasın. 44 dakika. Devam ediyor. Yoldaşlar yəqin biter. İkinci sola keçib. İkinci sola update, exchange deployment name, web app var.
Buna əlavə et sidecar container name olsun log sidecar exit pod mövcuddur requirement okey stable image olsun specific stable sidecar container run command icra eləsin və container share və sharing olaraq varlog direktorisindən istifadə etsinlər embedder olaraq. Mesela diyelim olsa deploy testləri successful olduğunu yoxla. Gəlsəm, get, deploy yazsam, baxsam. Bir adım da var. Bunu bir dənə götürsəm, app, o YAML 7.YAML yazsam. Vim 7.YAML içine gəlsəm. Bizdən ilk olaraq nə istəyir? Gələk buradan. Deməli, buradan məndən Cbox vesaire var burada. Onu da belirləyək. Bunu silək. Bundan sonra yazayız buradan. Üstdən də yaza bilərəm ama tabii ki. Üstünə yaza bilmirəm. Dedi, 5 səsini silək. Insert etsəm. Gəlsəm bu name'in altından. Deməli, name olarak bizden ne istəyir görək. İstiqar container name olsun. Site ne deyil. Olsun log sidecar. Okey. Yapıştıra bunu. Ondan sonra image olarak bizden ne istəyir? Stable. Bunu da yapıştırdık. Command olarak bizden ne istəyir? Command olarak slash bin shm virgül rc bir tile varlog aksesin götürülmesini okey. Buraya kadar hazır yoldaşlar. Okey. Gəlin ondan sonra üst sitəsində bir dənə mount sesini götürək, yazaq. Deməli, spec sesindən buradan qoymayız. Ondan sonra name yazaq. Özümüzdən bir dənə ad qoyaq. Test misal volümdən istifadə etsin deyirəm. Okey. Gəlirəm buradan nədən istifadə edəcəkdir? Embedderdən istifadə etsin. Embedder hər hansı şeyimiz belə də yazırıq. Ondan sonra gəlirəm mən hər konteynerin image sesinin altından hara mount edəcəm onu yazıram. Buradan deməli volume mount okey name'in olacaq. Üstdən test yazmışdım. Altdan yazıram yoldaşlar. Deməli mount pet yazıram. Gəlib o volume məndə nə qoşulsun? Varloga slash var log. Ondan sonra bu hissəni götürüb birebir buraya yapıştıracağım. Okey. Nasıl yazıp çıxıram? Stil rep force trif 7.yaml nedir line'da bir dənə baxsın. Biz nəyə səhv yaza bilərik? Polymes name test embedder command
Deməli name, image, bir stable volume mode, mode, buradan görürsünüz. Search. Yeni işlesem yine değil. Like 9'da problem var değil. Deməli volume, image, volume, test, monthly, varlık. Volume, name, test, monthly, varlık. Mount. Neyse biraz küçük bir tane süre şekilde burada bak. Hay, bak çok gitmesin. Ne giriyor? Virgül var. Orada virgül atmışım. Başka konuda içine atmışım virgül şeklinde. Burada değil virgül. Bin isaj. Okay. Replace. Still jet. Post. 3 volts. İşte running olduğunu görüyorum ki. Geçtim. Okey. Bundan sonra değil birincisi oldu yoldaşlar. Oldu yoldaşlar. Videonu çok uzatmayayım. Nöbet görüşlerde. Şekilde alalım. 52 dakika best. Oldu yoldaşlar Allah'ım. Növbət dərsdə hardasa indi baxarıq o günə hansı mövzunu eləyir. Allahım Allah.